Mənim Allah yolunda bir qardaşım var idi. Dünya onun nəzərində dəyərsiz və kiçik idi. Buna görə də o mənim gözümdə əzəmətli idi. Öz qarnının əsiri deyildi. Sahib olmadığı şeyləri arzulamırdı və onları əldə etdiyi zaman isə həddini aşmırdı. Günlərinin çoxu sükutla keçərdi, danışdığı zaman digər natiqlərdən üstün olardı və sual verənlərin susuzluğunu yatırardı. Eşitməyə daha çox həris idi. Sadə və təvəzzökar insan idi. Özünü tərifləməzdi, başqalarını da pisləməzdi. Qarşısına iki məsələ çıxsaydı, onlardan hansı biri nəfsani həvəslərə daha yaxındırsa, onun əksini edərdi. Söylədiklərinə ilk özü əməl edərdi və əməl etmədiklərini söyləməzdi. İmam Əli Nəhcül Bəlağə. Hacı Şahin Həsənli deyir ki, hər hansı bir gənc ölkəni həmişəlik tərk edəndə elə bilirəm doğma övladımı itirirəm. Əhya gecəsi adamı haqqında. Bismillah əvəzi. Türkiyə zəlzələsini yenicə geridə qoymuşduq. Əsrin fəlakəti zəlzələnin necə böyük dağıntılar törətdiyi, uçuntular yaratdığının az qala canlı şahidləri idik. O qorxu hələ canımızdaydı. O ağrı hələ içimizdəydi. Odur, Hacı Şahin Həsənlinin qəfil ölüm xəbərinə də ilk reaksiyamız belə oldu. Bu da bizim zəlzələmiz. Niyə zəlzələ? Gerçəkdənmi belə düşünürdük? Həmin gün Bakıdaydım. Başımızı itirmişdik nədir? Əzbərimiz pozulmuşdu. Bir də görürdük dar küçələrdəyik. Bir də baxırdıq Məşədi Dadaşdayıq. Bir də ayıldıq ki, hacının mübarək nəşini çiynimizə almışıq və aparırıq. Və tez-tez beyinlərdə sual yaranırdı. Biz mi onu aparırıq? O mu bizi? Mən də hamı kimi gözlərim yaşlı, beynim dumanlı, axına qoşulub gedirdim. Hara? Niyə? Başa düşmürdüm. Yeganə təsəllim bu ilahi izdihamın bir zərrəsi olmağım idi. Ətrafa baxır, bütün qəlbimlə düşünürdüm. O bir övliya idi. Əlimiz çatan, ünümüz yetən övliya. O gün bu mübarək adamı onu sevənlər də, onu incidənlər də ağlayırdı. Gülən bircə o özü idi. Hamımız kasıblamışdıq. Azərbaycan xalqı son illərin ən parlaq işığını, ən böyük ümidini itirmişdi. İlk dəfə bu xalqa belə dərindən yazığım gəlirdi. Hava günəşli, amma qaranlıq idi. Özü də yox idi ki, soruşaq, bəs indi necə olacaq, ay hacı? Növbəti gün taksiyə əyləşirəm. Orta yaşlı sürücü hacının hansısa xütbəsini dinləyir. Ah, o ilahi səs. Alışdığımız, yoluxduğumuz ahəng. Qəhər boğur məni. Toxtayıb maraqlanıram. Söhbətlərini sevirsiniz? Kövrəlir. Mən bu xütbələrin dəlisiyəm. Qardaş, 70%-ni YouTube-dan dinləmişəm. 30%-ni də şəxsən iştirak etmişəm. Məşədi Dadaşda. Biraz acı sükutdan sonra Azərbaycan xalqı kimi itirdiyini hələ sonra biləcək. Bu nə əzəmətli ölümdür. İlahi, adi bir taksi sürücüsü belə onu iliyinəcən duyur. Ünvana çatıram. Heydər məscidinin mərasim zalı dəniz kimi coşub daşır. Bu axın, başa düşürəm, nəhəng bir boşluğu doldurmaq, qatı bir yoxluğu düşmən gözünə qapatmağın təhtəl şüurudur. O ölməyib. O həyatdadır. Hamı təlaş içində, hamının bir gözü qapıdadır. Hacı özü də gələcəkmi? Ümiddir də, qurban olum, məntiq, dəlil anlamır ki. Qəribədir. Bakıda bu izdihamda bir yasa qatılırsan və Hacı Şahin orada yoxdur. Fəqət bəzi simalardakı nurdan anlamaq çətin deyil. Onu öz yasında da görənlər var. Var, əlbəttə var. Mənsə sadəcə ətrini duyuram. Yasda demək istədiklərimi növbəti dəfə ürəyimdən keçirirəm. Hə, əziz insanlar, bu da bizim zəlzələmiz. Niyə zəlzələ? Çünki biz duruşuyla, yerişiylə, baxışıyla,
təbəssümü ilə, nitqi müraciət forması ilə, ictimai mövqeyi ilə, bir sözlə, hər halı ilə Hüsnüxət kimi adamı itirdik. Bu sözü yadda saxlayın. Hüsnüxət. Təsəvvür edin tərəzinin bir gözünə nəyiniz var yığırsınız. Çəkisini ölçmək üçün tərəzinin digər gözünə qoyacağınız əlinizin altındakı daş yoxdur. İtib ərşə çəkilib. Başa düşürsünüz? O gün mən bu həqiqəti iliyiməcən hiss edirdim və mənə çətin idi. Yaxşı ki, hər şeyin ən doğrusunu bilən, duyan, edən Allah var, yoxsa daha çətin olardı. 2 gün sonra nəhayət ki, düz əməlli yata bildim. Ay cəmaət, ay dostlar, Hacı ölməyib. Gecənin yarısı yuxudan bu sözlərlə ayılmışam. Görürəm, dağlı dərəli, gözəl bir şəhərdəyik və Hacı insanların arasında məşhur göy köynəyində yıxıla dura gəzir. Hamı pərən-pərən olub, hər kəs nigarandır. Ustufca yaxınlaşıram. Qurban olum ay Hacı, nə olub sizə? Niyə bu vəziyyətə düşmüsünüz? Əyilib qulağıma pıçıldayır. Mənə heç nə olmayıb, əziz qardaşım, bu bir imtahandır. Və ən sehirlisi, neçə gün sonra bir oxucum həyəcanla mənə yazır. İlqar bəy, sizə bir şey danışa bilərəm? Hacını yuxuda görmüşəm. Hərəm, ziyarət, ayağını vuran ayaqqabı. Soruşuram. Hacıcan, bəs siz ölmüsünüz axı? Gülümsünür. Yox, mən ancaq gündüzlər ölmüşəm, gecələr mən diriyəm. Siz bir şey başa düşdünüz? Mən düşdüm. Salam olsun sənə, əhya gecəsi adamı. Adamın qəlbi qırıq olanda namazda halı bir başqa olurmuş. Boğazını qəhər tutur, gözləri dolur, dili kilidlənirmiş. Neçə gündür eyni vəziyyətdəyik. Görəsən bu dəfə kim qırmışdı könlümüzü? Görəsən bu dəfə kim dəymişdi xətrimizə? İncimişdik. Kimdən? Bilmirdik. Gileylənmək istəyirdik. Kimə? Bilmirdik. Eləcə qaşqabağımızı töküb ruh kimi gəzirdik. Adam nə qədər qəfil fikirdən ayılıb başını bulayar ki, yox, belə olmamalıydı. Bu necə yoxluqdur ki, korluğum da əngəl ola bilmir səni görməyimə. Bu necə yoxluqdur ki, hər yerdə varsan, yoxsa sən həm yox, həm varsan. Qəribədir o günlər, nə yazırdım, Hacını xatırladırdı. Nə oxuyurdum, onu yadıma salırdı. Hətta yenicə fərqinə vardım ki, keçmişdə yazdığım niskil qoxuyan bütün ünvansız şeirlər, essələrimin də ünvanı oymuş. Bir-bir götürdüm, qoydum yerinə. Nə alınsa yaxşıdır. 48 dənə o. Söylə indi kainatın hansı məhbəsindəsən? Söylə görüm bulud varmı, yağış varmı orada da? Heç olmasa ay insafsız əllərin də yoxdur ki, axşam-axşam darıxanda adam tuta, təsbih kimi oynada. Təzada baxın, bu həyatda ən çox anasını sevən insan ən çox da elə onu incidir. Öz sevgisi ilə bizi arxayınlaşdıran insanlara qarşı biz adətən belə oluruq. Sevgisi ana sevgisi olanların alın yazısıdır incil edilmək. Ətrafımda baş verənlərdən bilirəm. Lakin bir gün dəyməz gerçəklik də var axı. Biz adi halda ən çox incitdiyimiz anamsız adamımıza yeri gəlsə ürəyimizi də verərik. Məsələn, mən şəxsən şahiddim. O gün yüzlərlə insan ürəyini bağışlamağa hazırdı. Tək Hacının ürəyi yenidən vursun, yenidən döyünsün, yenidən sevsin. Niyə axı? Nə üçün? Nəyin əvəzi idi bu eşq? Necə olmuşdu ki, əsrlərin mifi dağılmış, bir güllə də bahar olmuşdu? Sizə bütün məsuliyyətimlə deyirəm, bu insanın həyatı da, ölümü də hər şeydən əlavə həm də böyük bir sosioloji faktdır. Üstdən sükutla keçmək xəyanət olardı. İlmə araşdırılmalı, uzun zaman xütbələrin, forumların, seminarların mövzusu olmalıdır. Haqlısınız, Hacı nə peyğəmbər, nə də imamdır. Heç Seyid peyğəmbər övladı da deyil. Odur, təklifim biraz qəribə görünə bilər. Lakin siz hələ Qurani-Kərimə baxın.
Allah öz mübarək kitabında Əshab-ı Kəhfi mövzu edir. Təsəvvür edirsiniz? Kimdir Əshab-ı Kəhf? Nə peyğəmbər, nə də imam. Bir dəstə sadə Allahpərəst gənc. Necə də gözəl səslənir. Bir dəstə sadə Allahpərəst gənc. Və bu ifadə sizə də xatırlatırmı? Amansız 90-cı illərin hacısını, onun bir dəstə sadə Allahın dininə sığınan Allahpərəst dostlarını oxuyuruq. Yoxsa sən Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi sandın? Bir vaxt gənclər mağaraya sığınaraq, ey Rəbbimiz, bizə öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər, demişdilər. Kəhf surəsi 9-10-cu ayə. Xatirimdədir. Hacı tez-tez deyirdi ki, biz bu yola bir dəstə gənc, Allahımızla əhd bağlayıb çıxmışdıq. Əshab-ı Kəhf. Nə peyğəmbər, nə imam, bir dəstə sadə Allahpərəst gənc. O qədər sadə ki, onların adını Allah da əbədiləşdirib, insanlar da, xalq da bilib, xaliq də. Bakıda keçirəcəyim son gecədir. Sabah Rusiyaya qayıtmalıyam. Naxçıvandakı məşhur Əshab-ı Kəhf ziyarətgahını düşünə-düşünə yollandım Hacı Şahin Həsənlinin məzarına. Uşaqlığım tutmuşdur, nədir? Sanırdım məni görəcək yerindən qalxacaq. Sanırdım yenə minarə qollarını boynuma salıb deyəcək ki, xoş gəlmisiniz. Ustad, buyurun, xidmətinizdəyəm. Çatdıq. İlk gözümə dəyən bayraqlar oldu. Həmişə başının üstündə birgə dalğalanan İmam Hüseyn və Azərbaycan bayraqları. Heç deməzdin ki, gecədir. Heç deməzdin ki, gecənin tən yarısıdır. Bir anlıq mənə elə gəldi ki, bütün Azərbaycan xalqı buradadır. Yanılmamışdım da. Adamları qamışlıq kimi aralayıb qabağa keçdim. Əziz dostumun mübarək qəbrinə tərəf əyildim. Şəkildən ədəblə zilləndi gözlərimə, hiss etdim ki, narahatdır. Bağışla qardaşım, bu dəfə ayağına dura bilmirəm. Yasin surəsi boğazıma düyünlənmişdi, nədir? Uzandıqca uzanırdı. Bitəndən sonra qayıtmalıydım axı. Tərpənin, qardaşlar, yeni gələnlərə də imkan yaradın. Xahiş edirəm. Səsə fikirdən ayıldım və arxa-arxaya səhvdən çıxıb bir kənarda hacının məzarı ilə üzbəüz dayandım. Göz yaşlarım içimi səma kimi aydınlatmışdı. Və mən gecənin tən yarısı işıqlı-işıqlı düşünürdüm. Hə, qurban olum, bu da bizim ziyarətgahımız. Hə, qurban olum, bu da bizim Əshab-ı Kəhfimiz. Və elə oradaca qərar verdim. Haqqında kitab yazacağam. Hə, yazacağam. Dərhal beynimi qurcaladım. Dərhal yazacaqlarımı düşündüm. Ölçdüm, biçdim, götürdüm, qoydum, vurdum, çıxdım. Nə alınsa yaxşıdır, Pərvərdigara. 48 dənə o. Nə alınsa yaxşıdır, ilahi. Kostyumlu övliya. Budur, əlinizdədir. Allah qəbul eləsin.